Herkese salam qızlar, necəsiz? Hər vaxtınız xeyir, mənim gözəl takipçilərim. Bugün sizinlə Holland pendirli göbələk edəcəyik. Hər kəs bunu fərqli edir, mən bunu fərqli etdim. Bəziləri içlik istifadə edir. Prosta hal-hazırda əlimdə qoz olmadığı üçün içliksiz elədim. Biz daha doğrusu belə çox sevirik. Həm də mən qozu çox sevmirəm. Qoz mənə ağır gəlir. Videoda gördüyünüz kimi göbələkləri biraz sirkəli suda saxladım ki, mikrobları ölsün, palçığından təmizlənsin. Daha sonra onu ilə suya yudım, sonra sobada qab çıxardım. Belə düzürəm sobaya. Göründüyü kimi video bu dəfə çox uzun oldu, söz tapa bilmirəm danışmağa. Özəklərini çıxardıram ayrı-ayrı. İkisini də bir yerdə pişirirəm, çünki özəyini də sevirəm. Həm də ki, heyf olmağını istəmirəm, sözün düzü. Burada gördüyünüz kimi düzürəm. Məndə göbələk çox oldu. 30-32 göbələk idi. Siz daha az da edə bilərsiniz. Mən sevdiyim üçün çox etdim. Burada da video çəkdirəm hələ də. Daha sonra duz istiot əlavə edəcəm. İstiot olaraq qırmızı istiot əlavə edirəm. Çünki onun acılığı daha yüksəkdir və daha çox sevirəm. Daha çox aromatı var, belə deyim. Qırmızı istiotda çox tökürəm, çünki acını çox sevirəm. Siz ağızlarınıza uyğun tökə bilərsiniz. Duzu normal tökürəm, çox duzlu olanı yeyə bilmirəm. Belə, burada gördüyünüz kimi tökürəm. Arxada da yuyulmuş qablarım düşüb. Üzülü sayın. Hələ tripod almadığım üçün tam ayarlaya bilmirəm kameranı. Daha sonra bunu götürürəm. Yarım saat 200 dərəcəli sobada pişirirəm. İndi Holland pendiriyə paketindən çıxardım. Doğrayıram. Rəndədən də keçirdə bilərsiniz. Mən doğramaq istədim. Burada da doğrayarkən sayıram. 32 göbələyi dəxindən 32 dənə etmək istədim. Qorxdum ki, birinci az olar, amma çox oldu hətta. Ümumiyyətlə Holland pendirini sevirəm, amma ərilmiş halda, belə diri halda yeyə bilmirəm. Dad gəlir. Siz necə sevirsiniz? Ümumiyyətlə göbələklə aranız necədir? Daha sonra belə doğradıqdan sonra sobadan çıxardım. Holland pendirləri üstünə qoyuram ki, 2-3 qoyuram, çünki Holland pendirini çox oldu. Özəklərini də üstünə qoyuram ki, hər birinin üstünə düşsün pendir. Əriyəcək. Daha da sonra bunu götürüb sobaya qoyacağım. Üzərində əriyəcək. Çox gözəl görsənəcək, həm də dadlı olacaq. Siz də mənim bütün videolarıma like, komment bildirməyi unutmayın, mən gözəl takipçilərim. Təzə başlamışam, inşallah irəliyə gedə bilərəm. Hələ də düzürəm. Bir yıl öncəsə həqiqətən çox uzun oldu. Söz tapa bilmirəm danışmağa. Və belə, daha da bitdi. İndi hazır halını göstərəcəm sizə. Çox dadlı idi. Hər kəsə nuş olsun.